Hər birini salamlayıram dəyərli izləyicilər. Həzəslov metrosunun çıxışında yeni tikilmiş binada sahəsi 82 kvadrat metr olan 2 otaqdan 3 otağa düzələn mənzil satılır. Mənzil gördüyünüz kimi təmirlidir və içərisində gördüyünüz əşyalarla birlikdə satılır. Elə birbaşa Həzəslov metrosunun çıxışındadır. Sənədi kupçadır. 2 yataq otağı, 1 qonaq otağı gördüyünüz kimi döşəməsi parketdir. Bura əsas yataq otağıdır. Sadəcə olaraq işıqlar yanmır. Tam göstərə bilmirəm. Mətbəx qapıdan içəri girərkən sağ tərəfdə yığılıb elektrik avadanlıqlar gördüyünüz hamısı var. Yəni yaşanılan mənzildir. Və burada da belə bir otaq var. Uşaq otağı kimi nəzərdə tutulub. Geniş eyvan var. Burada da geniş eyvan var. Onu göstərim sizə. Və buradan da Həzəslov metrosu istiqaməti yol Əhmədli metrosu tərəfə gedən istiqamət görünür. Mənzilin mərtəbəsini deyirəm sizə, 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. Birbaşa Həzəslov metrosunun çıxışında.